Gəncə Dövlət Universitetində 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib. Media turda əvvəlcə imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki təşkilati işlər vaxtında görülüb. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədi ilə universitetdə imtahan qərargahı, apellyasiya komissiyası və qaynar xətt fəaliyyət göstərir. O da diqqətə çatdırılıb ki, payız semestrinin imtahan sessiyasında Ultra şirkəti ilə bağlanmış müqaviləyə əsasən EduMen platformasının digər modulları, elektron jurnal, elektron imtahan idarəetmə və digər sistemlər mərkəzləşdirilmiş formada tətbiq olunur. Universitetdə test imtahan sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən elektron imtahan sistemi proqramında təhsil müəssisəsinin imtahan prosesində istifadə olunan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır. Bildiyiniz kimi, Respublika Komitənin ali təhsil müəssisələrini, o cümlədən Gəncə Dövlət Universitetində 2025-26 tədris ilinin payız semestr imtahan sessiyası davam edir. İmtahan sessiyası Elm və Təhsil Nazirliyinin və Gəncə Dövlət Universitetinin müvafiq tədrisin hazırlıq və əlaqədar əmrlərinə uyğun təşkil olunur. Əmrdə imtahanların müxtəlif formalarda, o cümlədən test, yazılı, şifahi və qabiliyyət tələb edən, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilməsi nəzərdə tutulmuşdur. İmtahanlar 2 mərhələdə keçirilməsi əsasən planlaşdırılır. Birinci mərhələdə yazılı imtahanlar, kütləvi imtahanlardan söhbət gedir. İkinci mərhələdə test imtahanlarının keçirilməsi nəzərdə tutulmuşdur. Tələbə valideynləri imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunmasına və imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər. Mənim övladım burada oxuyur. Mən bugünkü günü burada Gəncə Dövlət Universitetində yaradılan şəraitlə tanış oldum. Çox deməli gözəl şərait yaradılıbdır. Şagirdlər üçün bütün imkanlar yaradılıbdır. İmtahanlar çox şəffaf keçir. Monitorinqda da biz onu şəxsən öz gözümüzlə gördük. Otaqlara girdik, nəzarət elədik. İmtahanın nəticələri çox yaxşı idi. Hal-hazırda yazılı və test imtahanını verdik. Çox yaxşı şəraitdə idi. Çox yaxşı nəticələr əldə etdik. Az çalışmamıza baxmayaraq bəhrəsini sonda gördük. İmtahanlar çox şəffaf şəkildə keçirilir. Çox yaxşı şəraitdə təşkil olunur. Tamamilə razıyıq. Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyiblər. Bununla yanaşı onlar imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təsis edilmiş müşahidə otağı ilə tanış olublar. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.